Təsəvvür edin ki, kimsə sizə kainatın ən böyük sirlərini, yaradılışın təməl şifrələrini və bəşəriyyəti gözləyən mütləq sonu qışqıra-qışqıra danışır. Özü də dayanmadan. Tamamilə dayanmadan. Bütün bu cümlələr nida işarələri ilə doludur. Göylər yarılır, mələklər üsyan edir, bəşəriyyət silkələnir. Və birdən tam ortada eyni adam dərindən nəfəs alıb, tamamilə sakit bir tonla deyir ki, məni gözləyirlər, gedim bir kofe içim. Aha, ən təzadlı məqam. Bəli, yəni bir anlıq sonsuzluqla, kainatın yaradılışı ilə göz-gözə gəlirsiniz, növbəti saniyə isə adi bir kofein ehtiyacı sizi yenidən reallığa çırpır. Bugünkü dərin təhlilimiz məhz bu heyrətamiz ziddiyyətin üzərində qurulub. Çünki bu sıradan bir material deyil. Əlimizdə yekun wpsoffice.pdf adlı bir sənəd var. Bu, belə deyək, olduqca mistik, kosmik miqyaslı fərdi bir manifest, eyni zamanda çox yorğun bir insanın emosional fəryadıdır. Düzdür və bugünkü missiyamız da məhz bunu anlamaqdır. Elədir. Bugün sizinlə birlikdə bu qarmaqarışıq mətndəki o nəhəng səmavi iddiaların arxasında dayanan idrak mexanizmlərini, o kəskin psixoloji vəziyyəti və hər şeyin sonunda bizi gözləyən adi insani hissləri kəşf edəcəyik. Maraqlı səyahət olacaq. Yəni, gəlin elə mətnin düz mərkəzindən başlayaq. Hər şeyin başlanğıcından, müəllifin inanc sisteminin təməlindən. O, sözə çox iddialı bir formada girir. Bağırır ki, mən işığımın sahibkarıyam və iddia edir ki, hər bir nəfəsi, hər bir nitqi yalnız ataya bağlıdır. Və dərhal fikir vermək lazımdır ki, burada istifadə olunan dil ənənəvi dini təslimiyyət dili deyil. Aha. Adətən inanc sistemlərində insan özünü ali qüvvənin bir qulu yaxud xidmətçisi kimi mövqələndirir, düzdür? Amma burada müəllif sahibkar sözünü seçir. Sahibkar, çox qəribə seçimdir. Bəli, o işığın sahibi olmaqla yanaşı, işığın da ondan sahibkar olduğunu bildirir. Ortada qəribə bir bərabər hüquqlu, iki tərəfli və ayrılmaz kosmik müqavilə var sanki. Ata adlandırdığı bu yaradan mütləq bir gücdür, bütün qaranlıq boşluqlara işıq salandı. Sevgi dolu bir gücdür yəni. Təsvirlərə əsasən, bəli, bu güc saf eşqdir, məhəbbətdir. Lakin məhz bu nöqtədən etibarən mətnin fəlsəfəsi çox kəskin bir dönüş edir. Bax elə mənim də beynimi qarışdıran məhz o dönüş oldu. Niyə? Çünki mətn bu eşq və yaradan anlayışını tamamilə gözlənilməz bir çərçivəyə salır. Yəni açıq şəkildə qeyd edilir ki, bu yaradan, yəni ata, yalnız kişiyə qarşı olan sevgidir. Aha. Və əlavə edir ki, qadına qarşı heç birimizin daxilində sevgi törətmədi. O bizi özü kimi, özünə bənzər yaratdı. Yəni, tamamilə maskulin, bir mənalı olaraq kişi enerjisinə əsaslanan bir yaradılış modelindən danışır. Düzdür, bu çox radikal bir yanaşmadır. Axı, bizim bildiyimiz dünyada yaradılış prosesi, artım, adətən dişi və erkək enerjilərin birliyi kimi qəbul edilir. Mən bunu oxuyanda istər-istəməz texnoloji bir bənzətmə düşündüm. Necə yəni? Sanki biz tamamilə fərqli bir əməliyyat sisteminin kodlarını oxuyuruq. Haradakı işıq və maskulin enerji bu kainatın yeganə ikili, yəni binary kodudur. 1 və 0 kimi. Başqa hər şey, o cümlədən bioloji artım, bu təməl sistemə ziddir. Bir saniyə dayanın, burada əslində çox böyük bir məntiqi xəta var. Hansı mənada? Sizin dediyiniz binary, yəni ikili sistem işləmək üçün mütləq həm 1-ə, həm də 0-a ehtiyac duyur. Riyazi olaraq elədir. İşıq və qaranlıq, müsbət və mənfi, kişi və qadın. Amma mətni diqqətlə incələsək, görərik ki, müəllif əslində binary sistem qurmur. Qurmur. Bəs nə edir? O, sıfırı, yəni qadın enerjisini, fiziki dünyanı və törəməni orijinal koddan tamamilə silməyə cəhd edir. Onun fəlsəfəsi yalnız birlərdən ibarət bir sistem, yəni unary, tək qütblü bir reallıq yaratmaq istəyir. Şok. Bu heç ağlıma gəlməmişdi. Bütün problemlər də elə buradan başlayır axı. Çünki yalnız birlərdən ibarət sistem işləyə bilməz, o qaçılmaz olaraq xaos yaradır. Gözləyin, bu doğrudan da çox maraqlı yanaşmadır.
Deməli, o, mövcud olan hər hansı bir ikili balansı rədd edir, lakin əgər o yalnız saf işıqdan və mükəmməl yaradandan ibarət tək qütblü bir kainat modeli qurursa, o zaman çox təbii bir sual yaranır. Biz necə bura düşdürük? Bəli, biz necə oldu ki, bu fiziki ikili ziddiyyətlərlə dolu dünyada peyda olduq? Əgər ata bu qədər mükəmməldirsə, sistemi kim və ya nə sındırdı? Və bu bizi mətnin mərkəzi münaqişəsinə, yəni böyük süquta gətirib çıxarır. O xəyanət məsələsinə? Tamamilə doğru. Müəllif iddia edir ki, çox böyük bir xəyanət baş verib. Mələklər Makka adlandırılan anlaşılmaz qaranlıq bir qüvvəyə və ya vəziyyətə uduzurlar. Sizcə də bu sözün özü, yəni Makka, çox qəribə səslənmirmi? Çox qəribədir, bəli. Nə dildə olduğu bilinmir, amma tələffüzü belə adamda bir sıxıntı, sanki bataqlığa batmaq hissi yaradır. Klassik teoloji terminlərin o zərifliyindən, məsələn, günah, zülmət kimi sözlərdən tamamilə uzaqdır. Belə kobud, küt bir səsdir. Elə məqsəd də budur əslində. Necə yəni? Makka sözü lingvistik olaraq estetik deyil, çünki o, fiziki reallığın ağırlığını, çirkinliyini və boğuculuğunu təmsil etmək üçün uydurulub. Psixologiyada biz buna idrak dissonansı deyirik. Aha. Müəllif bir tərəfdən özünün tamamilə saf, mütləq işığa aid olduğuna inanır, digər tərəfdən isə hər gün fiziki dünyanın tələbləri ilə, yəni yemək, içmək, yorulmaq kimi məcburiyyətlərlə üzləşir. Bəli, bu adamı dəli edər. Təbii ki, bu daxili ziddiyyəti həll etmək üçün beyin günahkar bir xarici qüvvə icad etməlidir. Makka məhz bu izah olunmaz qüvvədir. Yəni, ali varlıqların necə uduzduğunu məntiqiləşdirmək üçün istifadə olunan bir mexanizmdir. Özünə bəraət qazandırmaq kimi bir şey. Tam olaraq, əgər onlar bu mücərrəd və küt qüvvəyə uduzmasaydılar, mətnə görə, qüsursuz ata qəzəblənib, onları cəzalandırmayacaqdı. Orada hətta xüsusi bir nida var, yəqin xatırlayırsınız, ata düşünər, ata görər və nəhayət yaradan cəm varlıqları 7-ci qatdan 2-ci qata, yəni bizim mövcud olduğumuz bu planetə atır. Baxın, məni bu sənətdə ən çox sarsıtan yer elə budur. Adətən cənnətdən qovulma, mələklərin süqutu kimi epik, səmavi hadisələr necə təsvir olunur? Alovlar, ildırımlar, göy gürültüsü, qaranlıq uçurumlar. Bəli, həmişə çox dramatik olur. Amma bu mətndə nə oxuyuruq? O 7-ci qatdan 2-ci qata düşməyi belə təsvir edir. Binadan üzü aşağı düşmək, ağzı üstə asfalta çırpılmaq. Asfalt məsələsi çox ironikdir. Dəhşətdir. Hətta biraz istehza ilə əlavə edir ki, bunu da sizlərdən öyrənmişəm. Elə yıxılmaq nətər olur? Asfalt var sizdə, binalar var, maşınlar var. Reallıqla dalğa keçir sanki. Yəni dinləyicilərimiz bir anlıq bunu təsəvvür etsinlər. Kosmik bir hadisə birdən-birə beton, asfalt, tıxac səviyyəsinə indirilir. Səmavi dillə danışan adam qəflədən küçə jargonu və məişət anlayışları ilə danışmağa başlayır. Sizcə, küçə jargonu ilə ilahi mesajın bu cür toqquşması bizə onun psixologiyası barədə nə deyir? Niyə səmavi cəza məhz asfaltla yeniləşdirilir? Çünki müəllif üçün əsl cəhənnəm hansısa o biri dünyadakı alovlu quyular deyil. Bəs nədir? Əsl cəhənnəm elə bəşəriyyətin indiki gündəlik, sıradan məişət həyatıdır. Küçə dilinin, maşın və asfalt kimi maddi konseptlərin istifadəsi qətiyyən təsadüfi deyil. Bu, maddi dünyanın bayağılığına qarşı hiss etdiyi dərin ikrah hissinin təzahürüdür. Yəni gündəlik həyata nifrət edir? Bəli, o, dinləyicini sarsıtmaq istəyir. Demək istəyir ki, bəşəriyyətin əsl faciəsi səmavi atəşdə yanmaq yox, bax bu beton binaların içində sıxışıb qalmaqdır. Çox maraqlı baxış bucağıdır. Asfalta çırpılmaq ifadəsi, belə deyək, ilahi mənbədən qopub, qəfildən gravitasiyanın fizika qanunlarının maddənin sərtliyi ilə üz-üzə qalmağın ən qəddar vizuallaşdırmasıdır. Metafora kimi çox güclüdür əslində. Şübhəsiz, o bizə izah edir ki, sizin o qurduğunuz infrastruktur, sürdüyünüz avtomobillər inkişaf deyil. Bunlar səmavi evinizi itirməyinizin, Maqqada deyilən o qüvvəyə təslim olmağınızın maddi sübutlarıdır. Dəhşətli bir perspektivdir, doğrudan da. Hətta bundan da kifayətlənmir. O ardınca bizim ən təbii, adi insan münasibətlərimizi də bu Maqqanın, bu asfalta çırpılmanın fəsadı kimi qələmə verir. Ailə məsələsini deyirsiniz. Hə,
Yazır ki, o ona qızın verir, bu bundan oğlunu alır, belə evlənirsiniz, törəyirsiniz də. Yəni, insan nəslinin davamı, sevgi, ailə qurmaq kimi cəmiyyətin ən təməl daşlarını ilahi plandan böyük bir sapma kimi təqdim edir. O bayaq dediyimiz sıfırı rədd etmək məsələsi. Düzdür. Yaxşı, tutalım ki, hər şey asfalta deyib, parça-parça olub, biz maqqanın içində çırpınırıq. Bəs indi nə etməliyik? Bu kəskin diaqnozdan sonra müəllif öz rolunu, öz missiyasını necə görür? Bax, məhz bu nöqtədə biz psixoloji megalomaniyanın və fərdi xilaskar kompleksinin işə düşdüyünü görürük. Aha, xilaskar kompleksi. Fərd ətrafındakı dünyanı tamamilə yanlış, qüsurlu bir sistem kimi qəbul etdikdən sonra özünü bu sistemi xaricdən xilas edə biləcək yeganə kanal kimi təqdim etmək məcburiyyətində qalır. Orijinal yaradılış modelində nə xilaskarlara, nə də rituallara ehtiyac yox idi axı. Mətndə bunun çox dəqiq və kəskin ifadəsi var yeri gəlmişkən. O deyir ki, hamısı sizin günahınızdır. Əgər işıqda xəyanət olmasaydı, nə Peyğəmbərə ehtiyac olardı, nə deyənə, nə Bismillah ilə başlardıq, nə də günəşi səhər açardıq. Görürsünüz, hər şeyi inkar edir. Yəni, demək istəyir ki, bütün peyğəmbərlər, bütün dinlər, hətta fəsillərin dəyişməsi, təbiət qanunları belə sadəcə bu böyük xəyanətin fəsadlarını təmizləmək üçün yaranıb. Aha. Və sonra tarixə çox xüsusi bir prizmadan baxır. Nuh tufanı 1, Nuh tufanı 2 kimi hadisələri xatırladır və elan edir ki, onun gətirdiyi bu mesaj yekun 3-dür. Yəni, bəşəriyyətin təmizlənməsi üçün 3-cü və sonuncu şans. Bu yekun 3 ifadəsi çox simvolik bir seçimdir. İnsan psixologiyasında 3 rəqəmi həmişə tamamlanma, bütövləşmə və sonluq mənası daşıyır. Bəli, nağıllarda da həmişə 3 olur. Elədir. Mifologiyalarda və dinlərdə biz bu arxetipi tez-tez görürük. Nuh tufanı bəşəriyyətin fiziki sularla yuyulması, necə deyərlər, sıfırlanması idi. Müəllif yekun 3 elan edərək özünü bütün tarixi peyğəmbərlik zəncirinin ən son, ən həlledici həlqəsi kimi konumlandırır. Bu sadəcə bir xəbərdarlıq deyil, yəni. Xeyr, bu esxatoloji bir fəryaddır. O dinləyiciyə xəbərdarlıq edir ki, kosmik saatın əqrəbləri sonuncu dəfə vurmaq üzrədir və bu dəfə heç bir xilas edici gəmi olmayacaq. Çox ağır bir yükdür. Təbii ki. Ancaq belə bir missiyanı iddia etmək insan psixikası üçün nəhəng bir daşın altına girmək deməkdir. Bəli, bu missiyanın psixoloji yükü mətndə sözbəsöz hiss olunur. Yəni, sənədi oxuduqca müəllimin nə qədər gərgin, əsəbi və xüsusilə də cəmiyyətdən təcrid olunmuş olduğunu görürük. O fikrət məsələsi. Aha, o qəzəblə yazır ki, siz mənə deyirsiniz Fikrət Rüzayev, beynimi mənim yorursunuz, mən müqəddəslikdən sizə səslənirəm. Yəni, insanların ona fərdi, sıradan bir adla Fikrət kimi müraciət etməsi onu sanki boğur. Çünki o artıq o bədəni, o sosial kimliyi rədd edib. Düzdür. Və daha da sarsılıcı olan başqa bir detal var məncə. Bir yerdə cümlənin ortasında heç bir kontekst olmadan özü-özünə bağırır, deyir, sakit ol Ali. Bəli, o an çox kritikdir. Bir anlıq təsəvvür edin. Dünyanı xilas edəcəyini, ən son sirləri bildiyini iddia edən adam, mətnin ortasında daxilindəki başqa bir səsi, bəlkə də elə öz insani qəzəbini susturmağa çalışır. Bütün dünyanın yükünü tək başına daşımaq inancı insanı necə bu vəziyyətə gətirə bilər axı? Burada biz əslində egonun parçalanmasını və ya qəsdən bastırılmasını müşahidə edirik. Aha. Fərd, daxilindəki səmavi hesab etdiyi səsi ilə öz bioloji, əsəqi və reaksioner insan təbiəti arasında dərin bir konflikt yaşayır. O, sakit ol Ali xəbərdarlığı var ha? Bəli. O, əslində sıradan insani hisslərin, yəni qəzəbin, hövsələsizliyin, yorğunluğun, onun o müqəddəslikdən gələn təmiz mesajını korlamasının qarşısını almaq üçün qeyri-ixtiyari bir avtonəzarət mexanizmidir. Özünü senzuradan keçirir sanki. Tam olaraq. Dinləyicilərimiz yəqin ki, düşünürlər ki, bu insan niyə bu qədər qəzəblidir? Cavab əslində çox sadədir. Niyə? Amma insanlar sizdən sadəcə qonşuluq münasibəti gözləyir. Sizi fikrət adlandırır, maaşdan, havadan danışır. Dəhşətli bir anlaşılamazlıqdır. Bəli, bu sarsıdıcı idrak dissonansı çox dərin bir yalnızlıq yaradır. İnandığı o nəhəng kosmik reallıq ilə üzləşdiyi reallıqdakı darıxdırıcılıq arasındakı fərq fərdi tamamilə təcrid edir. Düzdür. Bu, qurtuluş mesajından daha çox köməksiz bir insanın üsyanına bənzəyir.
Və bu nöqtə bizim mətnin şübhəsiz ki, ən gözlənilməz, eyni zamanda ən dərin hissəsinə gətirib çıxarır. Mən həqiqətən bu hissəni oxuyanda bir neçə dəfə geri qayıtmalı oldum. Yorğunluq hissəsinə. Bəli. Bütün bu səmavi xəbərdarlıqlardan, yekun üç qışqırıqlarından, mələklərin asfalta çırpılmasından sonra o kosmik sirlərin mühafizəkarlıq qalxanı birdən-birə düşür. Gözlənilməz şəkildə həm də. Çox. O mütləq işığın sahibi olan müəllif, kainatın memarı kimi danışan adam sənədin sonlarına yaxın qəfildən deyir ki, bezmişəm, sadəcə bircə kəlmə. Sonra əlavə edir ki, artıq nəfəsi tükənib. İnsani tərəfi üzə çıxır. Aha, o bildirir ki, bu nöqtəyə, yəni Xaybara çatmaq üçün hər şeydən, dostdan, tanışdan, ətrafdan vaz keçib. Amma sonra elə bir etiraf edir ki, yuxarıda qurduğu bütün o soyuq, səmavi divarlar çiliklənir. O, Azərbaycana getmək Vahid Rızayevin yanında dəfn olunmuş anasının qəbrinin qarşısında durub, o qəbrin daşından onun ayaqlarını öpmək istədiyini deyir. Bu çox təsirli məqamdır. Dəhşət təsirlidir. Lakin dərhal arxasınca çox quru, məişətə aid bir şikayət edir. Deyir, vaxt alır, çatdıra bilmirik. Dinləyicilərimiz bu ziddiyyətin miqyasını anlasınlar. Bəli, bu paradoks çox önəmlidir. Uçaq biletlərinə, lojistikaya, məsafəyə və zamana məğlub olur. Zamana ehtiyacı olmayan atanın elçisi vaxt qıtlığından əziyyət çəkir. Sizin dediyiniz bu paradoks sənədin fəlsəfi olaraq mərkəzidir əslində. Psixoloji baxımdan bu detal göstərir ki, insan heç vaxt mütləq abstraksiyada, o 7-ci qatın soyuqluğunda uzun müddət qala bilmir. Reallıq onu geri çəkir. Şübhəsiz, səmavi iddialar nə qədər güclü, nə qədər qəzəbli olursa olsun, fərdin daxilindəki travma və bioloji həsrət ondan daha güclüdür. Müəllif kosmik bir illüziya yaratsa da, bir ananın qəbrinə toxunmaq ehtiyacı, o daşın soyuqluğu onu yenidən dünyaya, o nifrət etdiyi asfalta qaytarır. Təslim olur sanki. Bəli, bu əslində təslimiyyət anıdır. Onun çatdıra bilmirik deməsi fiziki reallığın, yəni məsafənin, vaxtın, məhdud insan bədəninin qaçılmaz qələbəsidir. Mətn bizi inandırmağa çalışır ki, sevgi və qadın enerjisi səhvdir, amma sonunda müəllifi qırılma nöqtəsinə gətirən şey məhz anasına, bir qadına olan təbii ehtiyacı və sevgisidir. Vay, bax bu doğrudan da şok edicidir. Orijinal koddan silməyə çalışdığı o sıfır var idi, bayaq danışdığımız. Hı-hı. O sıfır əslində onun ən böyük ağrısıymış. Möhtəşəm təsbitdir. Özünün sildiyi sıfırın həsrətini çəkmək. Hətta bununla da bitmir. O, sənədin axırında Seydov adlı bir nəfərə xüsusi olaraq təşəkkür edir, dünyəvi bir minnətdarlıq bildirir. Bəli, birdən-birə adicə bir insana təşəkkür. Sonra isə insan həyatını fəlsəfi olaraq belə təsvir edir. Deyir, ömür 2 spiçka çöpüdür onsuz da. Yandır getsin, ömrümdən getmir. Baxın, yenə küçə jargonu, yenə rus dilindən keçmə kəlmə. Yəni spiçka. Çox maraqlı dildə həqiqətən. Nuh tufanlarından, əbədiyyətdən, işıq qatlarından danışan bir dildən insan ömrü 2 dənə ucuz kibrit çöpünün yanıb sönməsi qədər dəyərsizləşdirilir və gəlirik o finala. O kofe məsələsinə. Bəli, məni sözün əsl mənasında şoka salan o son akkordlara. Bütün kainat xəbərdarlıqları bitir, nida işarələri bitir və müəllif çox yorğun bir səslə mətnini belə yekunlaşdırır. Deyir, bu dəqiqə mənim nəfəs onsuz da tükənib, icazənizlə səs yazımını dinləyin, mən birazdan getməliyəm, məni gözləyirlər, kofe içəcəm, ölməsəm qalsam danışarıq. Axırıncı qayıdış. Doğrudan da çox absurd bir sonluqdur. Bir düşünün, bu eynilə dünyanı xilas edən, bütün dağıntıların altından çıxan bir super qəhrəmanın evə gəlib tozlu kostyumunu kənara ataraq, boynum qırılır, gedim özümə bir kofe süzüm deməsi kimi absurd və eyni zamanda son dərəcə realdır. Kosmik fəryaddan kofe fincanına. Bu necə baş verə bilər axı? Əslində bu sonluq bizə megalomaniyanın və fəlsəfi qaçışın necə tükəndirici olduğunu göstərir. Yəni, kainatı dərk etmək, insanları mühakimə etmək çox böyük enerji tələb edir. Bioloji olaraq dözmək çətindir yəqin ki. Əlbəttə, insan biologiyası isə bu ağırlığa dözmək üçün dizayn edilməyib. Bədən nəhayət qərar verir ki, bəsdir. O kofe fincanı, yəni gündəlik banal məişət rutini, əslində müəllifi dəliliyin və ya tamamilə qopmanın astanasından xilas edən səmavi bir lövhərdir. Bizi yerə bağlayan lövhər. Bəli. Qəribədir ki, müəllifin mətndə fəsad kimi təqdim etdiyi fiziki ehtiyaclar, yəni yemək, içmək, sonda onun sığındığı yeganə rahatlıq zonasına çevrilir.
Kofe ehtiyacı göstərir ki, ən yüksək ezoterik təcrübələr belə fərdin sinir sistemi, qan təzyiqi və məhdud biologiyası daxilində yaşanır. O yekunda səmavi mələk yox, kofeini ehtiyacı olan, yorğun, nəfəsi tükənmiş bir insandır. Gözəl ümumiləşdirmədir. Və mətni bu qədər dəyərli edən də məhz onun ulduzlardan başlayıb bir fincan kofedə boğulmasıdır. Həqiqətən də. Gəlin bu heyrətamiz mətnin izlərini bir yerə toplayaq. Biz bu materialı oxuduqca olduqca qəribə bir səyahət etdik. Başgicəlləndirici bir səyahət. Elədir. Heç bir yaradılış zərurəti olmayan mütləq işıqdan və yalnız kişi enerjisindən ibarət səhv hesablanmış bir sistemdən başladıq, sonra mələklərin qaranlıq, izah olunmaz maqqaya uduzaraq üzü aşağı, ağzüstə asfalta tırpılmasına şahidlik etdik. Bəşəriyyətin böyük faciəsi kimi. Aha. Bəşəriyyətin bütün o darıxdırıcı rutininin, yəni toyların, binaların, tıxacların əslində ən böyük səmavi cəza olduğu fikri ilə üzləşdik. Ardınca Nuh tufanlarından keçərək bəşəriyyəti xilas etmək yükü altında əzilən, daxilində sakit ol ali deyə mübarizə aparan o təcrid olunmuş insanın Fikrət Rızayevin qəzəbini dinlədik. Və sonra hər şey dəyişdi. Bəli, sonda. Bütün bu səmavi teatrın pərdələri endi. Və qarşımızda anasının qəbrinə getmək istəyən, vaxt qıtlığından gileylənən, ömrü 2 kibrit çöpünə bənzədən və kofe itməyə tələsən o çox yorğun, çox sadə insan qaldı. Bilirsiniz, bu sənəd bizə bir daha xatırladır ki, hansı inancları mənimsəyərik, beynimizdə necə nəhəng kosmik strukturlar qururuqsa quraq, hər bir ekstremal inancın və ya fəlsəfənin təməlində insanın məna axtarışı, gücsüzlük hissi dayanır. Aha, və sevgiyə ehtiyac. Tamamilə düzdür. Ən əsası, sevgiyə, anlaşılmağa olan o çarəsiz ehtiyacı dayanır. Biz bu düşüncələri təhlil edərkən onların doğruluğunu və ya yanlışlığını mühakimə etmək üçün burada deyilik əlbəttə. Biz sadəcə insan idrakinin eyni vaxtda həm 7-ci qatda uçmaq, həm də yer üzündə təhlükəsiz bir liman axtarmaq üçün necə çırpındığının o kədərli və bir o qədər də füsunkar mənzərəsini müşahidə edirik. Tamamilə razıyam. Dünyacılarımız öz həyatlarına baxsınlar. Bəzən hamımız beynimizdə dünyanı dəyişmək fikirləri ilə yaşayırıq, elə deyilmi? Özümüzü iş yerində, ailədə, sanki hər kəsi xilas etməli olan tək adam, vəziyyətin mütləq hakimi kimi hiss edirik. Beynimizdə fırtınalar qopur, prinsiplər, qaydalar yaradırıq. Amma sonra yoruluruq. Bax elə o. Günün sonunda bütün o iddiaların yükü altında əziləndə nə edirik? Gəlib divana çökürük və o nifrət etdiyimiz məişətin bir parçası olaraq bir fincan çay və ya kofe ilə təsəlli tapırıq. O fincan bizi yenidən asfalta qaytarır. Amma bəlkə də ayaqlarımızın yerə basması, yıxılmamağımız üçün ehtiyac duyduğumuz yeganə şey elə budur. Çox gözəl yanaşmadır. Və bu səyahəti yekunlaşdırarkən sizə bir düşüncə payı, balaca bir sual qoymaq istəyirəm. Əgər bir gün doğrudan da gecə səmasına baxıb, kainatın ən son, ən həlledici sirrini kəşf etdiyinizə əmin olsaydınız və bu ağır sirri bir şəkildə bəşəriyyətə çatdırsaydınız, o qapını örtüb, otağınıza qayıtdıqdan sonra edəcəyiniz ilk, ən adi, ən insani hərəkət nə olardı? Maraqlı sualdır. Bəlkə də ən yüksək səmavi həqiqətlə o ən sıradan, əhəmiyyətsiz görünən insani ehtiyac arasındakı məsafə sadəcə bircə yorğun nəfəs qədərdir. Əgər ölməsək, qalsaq, bu barədə düşünməyə dəyər.